Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda yanacaq doldurma məntəqəsində huşunu itirən kişi soyğunçuluğa məruz qalıb. Xəbər verilir ki, hadisə Binəqədi rayonunda baş verib. Epilepsiya xəstəsi olan 62 yaşlı şəxs idarə etdiyi Aslamat markalı avtomobillə Şamaxınqadakı yanacaq doldurma məntəqəsində olarkən huşunu itirib və yerə yıxılıb. O, yanacaq doldurma məntəqəsinin əməkdaşları və sürücülərin köməkliyi ilə Binəqədi tibb mərkəzinə yerləşdirilib. Xəstəxanada özünə gələn həmən şəxs müəyyən edib ki, onun üzərində olan telefon və 930 manat pulunu oğurlayıblar. Faktla bağlı Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsində araşdırma aparılır.